məscidlərdə cəmaət namazının qılınma qaydasına gəldikdə isə buyururlar ki, cəmaət namazı müxtəsər şəkildə qılınsın. Cəmaət namazında imamın üzərinə düşən məsuliyyət budur ki, cəmaət namazını evdə qıldığı fərdi namazı ilə fərqləndirsin. Xüsusi olaraq yol kənarında olan məscidlər. Ola bilsin ki, bir insan 10-15 dəqiqə vaxt ayıra bilib məscidə getsin, namazını qılsın və yenidən işinə və yaxud da universitetinə qayıda bilsin. Bu cəmaət namazını qıldıran imam namazı uzadırsa, bu məcbur olur cəmaət namazına qoşula bilmir və bu səvabdan məhrum olur. Bu səvabdan məhrum olmağında əgər mən imamamsa, mən də şərik oluram. Buyurur ki, namazı elə qılmayın ki, insanları cəmaət namazından bezdirəsiz. İnsanlar tək namaz qılmağa adət etsinlər. Ya halı ona yoxdur, ya yaşlıdır, xəstədir, onun üçün uyğun olmur və yaxud da tələsir, işinə görə qoşula bilmirsə cəmaət namazına. Peyğəmbər buyurur ki, İzə sallə ahadukum bin-nasi, əgər sizlərdən biriniz cəmaatla namaz qılmalı olsaz, namazı yüngülləşdirin. Yəni namazın qılınma qaydasını ağır qılmayın. İki namazın arasında çıxış eləməyin, iki namazın arasında uzun-uzadı dualar etməyin. Yəni namazın qılınma prosesini konkretləşdirin. Siz bunların hamısına riayət etməlisiniz ki, digər insanlar bu namaz qılmaqdan əziyyət çəkməsinlər, sonra cəmaət namazına onların ürəyində ikrah yaranır. Çalışarlar ki, fərdi qılıb getsinlər. Burada əsas səbəbkar namazı qıldıran hesab olunur.